dostlar, hər vaxtınız xeyir. Mira üşüyüb biraz. Üstünə üşüyür. Mikrofonumu götürməmişəm. Səsim yaxşı gəlmir bilər. Ətraf səslərə görə bağışlayın. Bugün Mira ilk dəfədir cəmiyyəm inəcək. İstədim bunu vlogluyum. Sizinlə də paylaşım. İndi gedirik cəmiyə inəcəyimiz yerə. Bizlerim ki, Moskvadır. Ətraf səslər çoxdur. İnşallah ki, səsini eşidirsiniz. Bu Mira. Üşüyüb hələ ki, yeməklə məşğuldur. Özünə gələndən sonra sizinlə paylaşacağım. Biz gedirik. Çalışacağım ki, yaxşı uzun bir vlog olsun. Güzel mikrofonsuz alınır. Çok güzel değil manzara. Girdik. Daha doğrusu giririk. Çok güzel parkdır. Rusya'ya gelseniz mütləq ətrafınız olsa burada sizə tövsiyə edəcək bu parkı. Güllərin gözəlliyinə baxın. Kamerada tam olduğu kimi görsənmir. Ama çok güzeldi. Miroş. Mira düştü gəzintiyə. Her şey yoxlayır bir. Mira. Geçendi. Sevdin buranı. Mira. Gel. Wow. Gel yaxından baxaq. Ver mamaya açık ver. Gel yaxından baxaq, gel. Gel yaxından baxaq. Gel yaxından baxaq, baxaq. Gedişə bax. Geldik. Cəmiyyəm inəcəyimiz yerə. Burada cəmimizi tapdıq. Miroş başını örtüb, yatıp dincəlir, istirahət eləyir. Gəldik cəmimizə. Çox qəşəng görsənir. Mira nə reaksiya verəcək bilmirəm, çünki yatıp. Mira geçendi. Ha? Mira.
Mira ilə. İçəridə çox səs olduğuna görə rahat çəkə bilmirəm. Mahnılar oxunduğuna görə rahat videolar çəkə bilmədim. Mira içəridə çox əyləndi, çox oynayır. Həqiqətən də çox qəşəngdir. Həm də uşağa çox faydalıdır. Yaxşı gəlmişik. Həmin günün səhərindən sizə salamlar. Bu arada Mira'nın çəkdirdiyi şəkillərdir. Belə bir şeylər götürdük bunları da. Sonda isə sonluğu çəkmədiyimi gördüm. Çünki telefonum sönmüşdü. Mira yatmışdı. Çox gec idi. Bitirmədən, yəni sonunu çəkə bilmədən qayıtdıq. Dedim belə çəkim sizə. Videolarımız qısa olur. Çünki YouTube'a yeni başlamışıq. Hələ tam video çəkməyi, vlog çəkməyi bilmirik. Amma yavaş-yavaş öyrənəcəyik. Növbəti videomuz nə olsun? Aşağıya anket koyacağım. Sizlərdən cavabını gözləyirəm. Seçiminiz hansı olarsa növbəti videomuz o olacaq. Videoya rəy yazmağı, videonu bəyənməyi, bizi izləməyi unutmayın. Xahiş edirəm. Dəstəyiniz bizə bu yeni vaxtımızda çox vacibdir. Hələlik çox sağ olun.